Nəhayət ki, qış fasəsi başa çatır. Bildiyiniz kimi liqa mərhələsində son 2 tur qalıb. Təmsilçimiz Qarabağ 6 oyundan sonra 7 xalla 22-ci pillədədir. Keçən videolarda da danışdığımız kimi növbəti tura çıxmaq üçün bizə minimum 10 xal lazım olacaq. Qarabağ növbəti 2 oyunda ilk öncə Bakıda Eintracht Frankfurtu qəbul edəcək. Daha sonra isə İngiltərəyə Liverpool səfərinə yollanacaq. Liverpool səfərindən xal və ya xallar almağın nə qədər çətin olduğundan danışmağa ehtiyac yoxdur. Ona görə Qarabağın tək çarəsi Bakıda Frankfurtu məğlub edib yoluna davam etməkdir. Bəs bu nə dərəcədə mümkündür? Hava və su kimi ehtiyacı olan almanları Bakıdan əliboş geri qaytara biləcəyimi? Bugün bunun haqqında danışacağıq. Videonu bəyənib kanala abunə oldusa, keçək analizə. Mövsümə Çempionlar Liqasında Qalatasaray üzərində 5-1lik möhtəşəm qələbə ilə başlayan Eintracht sanki daha sonra lənətə tuş gəldi. Atletico və Liverpool ardıcıl 5-1lik məğlubiyyətlər klubun bütün motivasiyasını darmadağın etdi. Sonrakı 3 oyunda da cəmi 1 xal qazanan almanlar 6 turdan sonra 4 xalda qalaraq 30-cu pillədə yerləşdilər. Amma riyazi baxımdan Frankfurtun ilk 24-lük üçün şansları davam edir. Bunun üçün ilk öncə Bakıda Qarabağı, daha sonra isə Almaniyada Tottenhamı məğlub etməlidirlər. Yəni Bakıya itirəcək heç nə olmayan yaralı almanlar gəlir. Eintracht Almaniya Bundesliqasında da liderlərdən çox uzaqda qalıb. 25 xalla 7-ci pillədə yer alıblar. Gəlin sizə maraqlı bir statistika deyim. Eintracht Bundesliqada 30 qol vurub və qapısından 30 qol buraxıb. Maraqlısı odur ki, yalnız liqada 17-ci pillədə olan Heidenheim Frankfurtdan çox qol buraxıb. 15 oyuna 30 qol, yəni orta hesabla 1 oyuna 2 qol. Elə Çempionlar Liqasında da vəziyyət heç də fərqli deyil. 6 oyuna 8 qol vurublar, 16 top buraxıblar. Buradan belə qənaətə gəlmək olar ki, komanda asanlıqla qapısından qol buraxa bilir. Amma bunun müqabilində rəqib qapısına da qol vurmaqda elə də çətinlik çəkmirlər. Gəlin biraz Eintrachtın heyətinə nəzər salaq. Eintrachtın heyətinin ümumi bazar dəyəri 375 milyon avrodur. Bəli, bu rəqəm kifayət qədər güclü və potensiallı futbolçuların olduğunu göstərir. Heyətdə ən bahalı futbolçu hal-hazırda türk oyuncu Cem Uzundur. Onun 45 milyon avro dəyəri var. İsveçli yarımdafiəçi Hugo Larsson isə bazar dəyəri 40 milyon avrodur. Klub qış transfer pəncərəsində də boş dayanmayaraq bir sıra transferlər edib. Jürgen'dən 6,5 milyona Yaponiyalı sol cinah müdafiəçisi Keita Kusugi və Elversbergdən 8 milyona mərkəz hücumçusu Yunus İbn Talib cəlb edilib. Gəlin biraz da Eintrachtın taktiki cəhətdən analizinə baxaq. Frankfurtun baş məşqçisi 45 yaşlı Almaniyalı mütəxəssis Dino Topmüllerdir. Daha öncə Leipzig və Bayern Münxendə köməkçi məşqçi kimi çalışan Topmüller 2020-ci ildən etibarən Frankfurtun sikanı arxasına keçib. Dino Topmüller müasir, balanslı və adaptiv futbol fəlsəfəsinə malik məşqçidir. Onun oyunu nə tam topa sahib olma, nə də sırf müdafiə futboludur. Əsas ideya oyunun kontekstinə uyğun reaksiya verməkdir. Ən çox istifadə etdiyi taktiki quruluşlar 3-4-2-1, bəzi maçlarda isə 4-2-3-1-dir. Bu sistemlər komandaya həm müdafiədə sabitlik, həm də hücumda genişlik verir. 3 mərkəz müdafiəçisi arxada təhlükəsizliyi təmin edir. Cinah müdafiəçiləri isə daim irəli çıxır. Frankfurt müdafiədən çıxarkən riski ölçüb biçir. Vəziyyət uyğundursa qısa paslarla oynayır. Təhlükə varsa top dərhal şalqili və uzun ötürməklə irəli daşınır. Pressing daimi və körkəranə edilmir. Komanda yalnız uyğun anlarda, yəni geri paslarda, yan xəttdə və ya rəqibin zəif ayağında pressingə başlayır. Məqsəd rəqibi mərkəzdən uzaqlaşdırıb cinahlara sıxışdırmaqdır. Hücumda Frankfurtun ən güclü tərəfi keçid oyunudur. Top qazanılan kimi komanda bir neçə saniyədə sürətli hücuma keçir. Ön xəttdə fiziki güclü hücumçu oynayır, arxasında isə boşluqlara girən çevik oyunçular var. Cinah müdafiəçiləri hücumda böyük rol oynayır. Onlar tez-tez cərimə meydançasına yaxınlaşır və kəskin ötürmələr edir. Xüsusilə uzaq dirəyə ötürmələr Frankfurtun əsas hücum silahıdır. Dino Topmüller oyunçularını sistemə zorla uyğunlaşdırmır. Əksinə, mövcud heyətə görə sistemini dəyişir. Bu yanaşma tez-tez heyəti dəyişən Frankfurt üçün çox uyğundur. Komandanın güclü tərəfləri taktik elastiklik, fiziki güc və sürətli oyundur. Zəif tərəfləri isə aşağı blokda müdafiə olunan rəqiblərə qarşı kreativliyin azalmasıdır. Bəzən də cinah arxasında boşluqları yaranır. Nəticə olaraq Dino Topmüllerin Frankfurtu səbirli, sürətli və nəticəyə fokuslanan komandadır. Bu futbolun əsas fəlsəfəsi sadədir. Topu yox, oyunu idarə elə. Bəs Qarabağ bu kluba qarşı necə oynamalıdır? Qarabağ Frankfurt kimi komandalara qarşı emosional yox, ağıllı və səbirli oynamalıdır. Bu cür rəqiblər səhvi bağışlamır və ən güclü olduqları an məhz sənin hücumuna aid olduğun zamandır. Qarabağ bu oyunda topa sahib olma faizinə fokuslanmamalıdır. Əsas məqsəd oyunun tempini nəzarətdə saxlamaq olmalıdır.
Müdafiədə Qarabağ kompakt blok şəklində dayanmalıdır. Xəttlər arası məsafə qısa saxlanmalıdır. Xüsusilə mərkəzdə boşluq vermək Frankfurt üçün hədiyyə olacaq. Frankfurtun əsas silahı sürətli keçidlərdir. Buna görə Qarabağ hücum edərkən eyni anda çox oyunçu ilə irəli çıxmamalıdır. Ən az 3-4 oyunçu həmişə arxada sığorta rolunda qalmalıdır. Cinahlarda isə tələ qurmaq vacibdir. Frankfurt mərkəzdə güclüdür, amma cinahdan sıxışdırılanda səhv etməyə məcbur qalır. Qarabağ pressingi mərkəzdə yox, yan zonalarda etməlidir. Top qazanıldıqdan sonra hücumlar sürətli, amma sadə olmalıdır. Uzun ötürmə və ya 2-3 toxunuşlu keçid hücumu daha effektivdir. Lazımsız kombinasiyalar Frankfurtun istədiyi ssenaridir. Psixoloji cəhətdən Qarabağ səbirli qalmalıdır. Frankfurtun tempi Qarabağı tələsdirməyə hesablana və səhvlər etməyə məcbur edə bilər. Yekunda Qarabağ üçün ideal plan belədir. Kompakt müdafiə, ağıllı pressing, sürətli keçidlər və maksimum səbir. Bu oyun kim daha çox hücum etdi oyunu yox, kim daha az səhv etdi oyunudur. Vəziyyət olduqca qəliz görünür. Əslində öz vəziyyətini Ajax oyunda məğlub olaraq qəlizləşdirən də elə Qarabağ oldu. Amma yenə də hər şey Qarabağın öz əlindədir. Sadəcə səbirlə, ağılla oynayıb bu oyunu udmaq lazımdır. Hər zamanki kimi bizim komandamıza inamımız və dəstəyimiz sonsuzdur. Nəticədən asılı olmayaraq Qarabağ bu il Çempionlar Liqasında özünün yeni tarixini yazdı. Bu tarix yazılmağa ya davam edəcək, ya da bu mövsümlük öz işini başa çatdıracaq. Bugünlük bu qədər. Ümid edirəm videonu bəyəndiniz. Sonda isə videonu like edib kanala abunə olmağı unutmayın.